Şəhidimiz Kəlbəcərin işğalı zamanı itkin düşmüş mülki vətəndaşlarımızdan biri olmuş. 33 il ərzində bu həsrət, intizar və ümid artıq müqəddəs vəda mərasiminə öz yerini verir. Azərbaycan dövləti öz şəhidlərini, itkin düşmüş vətəndaşlarını heç vaxt unutmur. Onların ailələrinə daim qayğı və diqqətlə yanaşır. İtkin düşmüş, əsir düşmüş vətəndaşlarının taleyinə aydınlıq gətirmək üçün bu istiqamətdə görülməsi ardıcıl fəaliyyətini davam etdirir. Şəhidimizin əziz xatirəsini daim qəlbimizdə yaşadacaq, onların taleyi haqqında gələcək nəsillərə vətənə olan sevginin və sədaqətin nümunəsi kimi çatdırılacaq. Allah şəhidimizə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.